Salam əziz müəllimlər və müdavimlər. Bu gün mən sizə Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarını izah edəcəm. Həm bu testdə pedaqoji prinsiplər var, həm də səriştələr qarışıq bir mövzudur. Bunu çalışacağam ki, asan bir yolla sizə izah edeyim. Başlayıram birinci sualdan. Deyir, dərs zamanı müəllim şagirdləri kimyəvi təcrübə aparmaq üçün laboratoriya otağına aparır. Lakin heç bir təhlükəsizlik tədbiri görmür. Bu hal dərsdə ümumi pedaqoji tələblərdən hansının pozulduğunu göstərir. Müəllim şagirdin təhlükəsizliyini təmin etmir. Yəni, dəstəkləyici mühiti pozmuş olur. Müəllim şagirdin təhlükəsizliyini təmin etmirsə, bu zaman təhlükəsizlik mühitini pozmuş olur. İkinci, müəllimin təşkil etdiyi nümunəvi dərsdə məktəbin direktoru və direktor müavini iştirak edir. Müəllim dərs prosesində daha hazırlıqlı şagirdlərlə sual-cavab edir. Baxın, müəllim daha hazırlıqlı şagirdlərlə sual-cavab edir. Digər şagirdlər isə dərsdən kənarda, yəni nəzərdən kənarda qalıbdır. Aktiv iştirak etmir. Bu zaman müəllim prosesi hamı üçün əlçatan etməyibdir. Müəllim deməli nəyi pozubdur? İnklüzivliyi pozubdur. Biz bunu bərabər imkanlar götürürdük əvvəl. Yəni testdə də ikisini bir yerdə verməzlər. Həm bərabər imkanları, həm də inklüzivliyi verməzlər. Yəni ikisindən biri olur həmişə. Biz bunu əvvəllər bərabər imkanlar götürürdüksə, indi inklüzivlik götürürük. Çünki inklüzivlik deyəndə təkcə əqli və psixi problemi olan şagirdlərin nəzərə alınması deyil. Həm də şagirdin hər biri üçün həm pasiv, həm aktiv, həm belə deyək də, kənarda qalma söhbəti varsa, deməli, burada inklüzivlik pozulmuş olubdur. Üçüncü, sinifdən şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaşı tərəfindən incidilir. Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür. Düşünür ki, bu işlə məşğul olmaq vaxt etkisinə səbəb olacaq və əsas diqqətini dərs keçməyə yönəldir. Yəni, müəllimin vecinə deyil ki, sinifdə nə baş verir? Uşaqlar bir-birindən dalaşır, səs-küy salır. Yəni, bunu sinifdə bir konflikt olduğunu müəllim nəzərə almır. Demək ki, müəllim nə edir? Dəstəkləyici mühiti pozubdur müəllim. Bir də deyir ki, ümumi pedaqoji tələblərin təhsildə bərabər imkanlar. Burada bərabər imkanlardan söhbət getmir. Müəllim təhsil alanların müstəqil həyatdan söhbət getmir. Müəllimin şərəf və ləyaqətindən, burada heç kimin şərəf və ləyaqətini belə deyək də söhbət getmir. Ümumi pedaqoji tələblərdən bəli, dəstəkləyici mühit pozulubdur. Müəllim orada sağlam psixoloji mühit yaratmalı idi, konflikti həll etməli idi. Deməli 5 doğrudur. 5-i götürürük. Müəllim təhsil alanın fiziki və psixoloji zorakılığın bütün hallarından qorumalıdır. Vəzifəsini yerinə yetirmir. Bəli, tamamilə doğrudur. Cavab olacaq 3-də D variantı. Növbəti 4-də deyir ki, müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyə hədəf qoyur və lövhədə 5 fərqli mövzunun adını qeyd edir. Bax, lövhədə esse yazmağı tapşırır və şagirdə seçim imkanı verir. Mən də demişdim ki, əgər müəllim şagirdin potensialını, meyl və marağını nəzərə alırsa, demək ki, müəllim burada hansı pedaqoji prinsipə riayət etmiş olubdur? Təbii ki, müəllim burada bərabər yönümlülük prinsipini gözləmiş olubdur. Hər kəsin marağını nəzərə alır. Şagirdin seçimini nəzərə alır. Şagirdə baxın seçim verir. 5 dənə mövzu qeyd edir. Fərqli mövzu, yəni istədiklərini seçib yaza bilər. Demək ki, müəllim burada təhsildə bərabər imkanları götürmüş olub. Riayət etmiş olub daha doğrusu. 5-də müəllim KSG keçirdikdən sonra, baxın, keçirdikdən sonra, artıq keçiribdir, KSG-ni keçirib. Keçirdikdən sonra alınan nəticələri təhlil edib şagirdin hansı alt standartların tələblərini yerinə yetirməkdə çətinlik çəkdiyini müəyyənləşdirir. Mən demişdim ki, əgər belə deyim də, təlim nəticələri əldə olunandan sonra təhlillər aparılıbsa, şagirdin zəif tərəfləri üzə çıxıb onu düzəltməyə çalışırsa, müəllim əgər təhlillərdən sonra, demək ki, bu nə olacaq? İnkişaf yönümlülük prinsipi olacaq, şagird artıq inkişaf elətdirir müəllim. 6. Əgər anında verilsəydi, anında verilən rəy, göstərilən istiqamət, bu anında olsaydı, onda olacaqdı bu fəaliyyətin stimullaşdırılması. 6. Aşağıdakı hansı pedaqoji prosesin tamlığına aid deyil? Müəllim dərs baxın aid deyil deyir. Müəllim dərs müddətində şagirdlərin inkişaf etdirmək üçün sual-cavaba vaxt ayırmaqdansa davamlı izah etməyə üstünlük verir. Artıq müəllim dərsi keçibdir, onu tətbiq etmir. Demək ki, müəllim prosesin, deməli pedaqoji prinsipin tamlığı prosesini yerinə yetirmir. Yəni həm tərbiyə edici öyrədir, amma tərbiyə edici funksiyasını yerinə yetirmir. Cavab olacaq A variantı. Şagird bilir ki, bitkilərin qayğısına qalmaq vacibdir. Yəni şagird bunu bilir, məlumatlıdır. Bunun üçün dibçəklərdə gülləri sulayır, onları baxın tətbiq edir. Bilir və sonra da tətbiq edir. Demək ki, pedaqoji tamlığa uyğundur. Müəllim dərsin öyrədici olması üçün dərsin əvvəlində məqsəd qoyur və dərs boyu məqsədə çatmaq üçün müxtəlif fəaliyyətlərdən baxın tətbiq edir.
Yəni belə deyim də, müxtəlif fəaliyyətlərdən istifadə edib dərsi həm öyrədir, həm tətbiq edir. Demək, tamlıq prosesi yerindədir. Dərsin sonunda şagirdlər yol hərəkəti qaydalarının insan həyatı üçün əhəmiyyətini dərk edir. Yəni şagird yol hərəkəti qaydalarını öyrənibdi. İndi də dərk edir ki, bu bizim həyatımızda vacib rolu hansılardır. Yəni tərbiyə edici mərhələsini öyrənibdi. Bu da tamlıq yerinə yetirilibdi. Şagirdlər bölmənin sonunda içməli suyun təbiətdə rolu və həyatımızın suya qənaətinin vacibliyini anlayır. Bəli, demək ki, uşaq artıq tərbiyə edici mərhələni də öyrənmiş olubdur. Müəllim buna həm öyrədib, həm tərbiyə edib, həm inkişaf etdiribdir. Demək ki, bu pedaqoji tamlığa uyğun gəlir. 7. Müəllim şagirdlərə dövlət rəmzləri haqqında, baxın, dövlət rəmzləri haqqında demişdim ki, dövlət rəmzlərimizdir, milli musiqimizdir, Azərbaycançılıqdır. Bunlar hamısı nədir? Bunlar səriştə olaraq milli kimliyin dərkidir. Səriştə olaraq milli kimliyin dərkidir və biz bunu əgər rəmzlərdən, Azərbaycançılıq haqqında, dövlətçilik haqqında söhbət gedirsə, demək ki, bu şəxsiyyət yönümlülükdür. Cavab olacaq C variantı. 8-də müəllim şagirdləri qrup işi zamanı effektiv çalışmaları üçün xüsusi meyarlar olan rubrik hazırlayır. Baxın, burada nə var? Qrup işi var. Qrup işi, kollektiv iş, qrup işi, bu nədir? Əməkdaşlıqdır. Əməkdaşlıqda cavab olacaq A variantı. Sonra 9-a baxırıq. 9-a deyir ki, şagirdlər hansı mövzunun çətinlik çəkdiklərini müəyyənləşdirir. Baxın, şagirdin özü müəyyənləşdirir. Çətinlik çəkdikləri özü müəyyənləşdirir. Hansı sahədə çətinlik çəkir, hansı sahədə güclüdür, zəifdir. Bu nədir? Müstəqil öyrənmədir. Çünki şagird özü müstəqil öyrənib. Nədir bu? Müstəqil öyrənmə. Və burada olacaq müxtəlif strategiyalardan istifadə edib vəziyyəti düzəltməyə çalışır. Şagirdin özü idir. Deməli, müstəqil öyrənmədir. Müəllim fiziki qüsurlu şagirdin sinif mühitinə tez adaptasiya olması üçün fərqli qrup işlərindən söhbət gedirsə, demişəm, qrupdur, kollektivdir. Bu nədir? Bu əməkdaşlıqdır. Buna da yazırıq əməkdaşlıq. Əməkdaşlıqdırsa, deməli, bu olacaq birinci müstəqil öyrənmə, şagird yönümlülük, ikinci isə əməkdaşlıq. Cavab olacaq 9-da B variantı. Sonra növbəti. Baxırıq biz növbəti test tapşırığına. Bir dəqiqə. Onda nə deyir? Uyğunluğu müəyyən edir. Rəqəmsal savadlılıq, informasiya savadlılığı. Müəllim şagirdlərdə mövzu ilə bağlı PowerPoint proqramının təqdimat hazırlamağı tapşırır. Əgər hansısa bir kompüter proqramları varsa, demək ki, bu nədir? Rəqəmsal savadlılıqda 1-ə gedəcək A. Havanın küləkli və yağışlı olacağı xəbəri ilə rastlaşan şagird bu xəbərin mənbəyini araşdıraraq, araşdırma varsa, müəyyən belə deyək də, məlumat toplamaq varsa, araşdırmaq varsa, bu informasiya savadlılığıdır. Bunu yadınızda saxlayın. Şagird informatika dərsində kompüterdən sərbəst şəkildə, baxın, istifadə edərək əməliyyatları yerinə yetirir. Deməli, kompüterdən sərbəst şəkildə istifadə etmək varsa, bu o zaman olacaq, deməli, bir dəqiqə, deməli, burada kompüterdən istifadə varsa, demək ki, bu olacaq rəqəmsal savadlılıqdır, kompüterdir, kompüter proqramıdır. Deməli, 1-ə də gedəcək C variantı. Şagird məktəbin kitabxanasının kataloqundan düzgün istifadə etməyi bacarır. Demək ki, bu şagirddə nə var? İnformasiya savadlılığı var, özü araşdırır, özü məlumat toplayır, özü istifadə etməyi bacarır. Demək ki, şagirddə informasiya savadlılığı var. 1-ə gedəcək A, C, 2-yə gedəcək B variantı. Baxım görüm hansı variantdır bu. 1-ə A, C, 2-yə B, D. Cavab olacaq 10-da A variantı. Sonra dövlət rəmzlərini tanıyır. Azərbaycançılıq ideyaları. Mən demişdim ki, Azərbaycançılıq ideyalardır, dövlət rəmzləridir. Bax, bunlar varsa nə götürəcəyik? Təbii ki, milli kimliyin dərki, milli iftixar hissini götürmüş olacaq. Cavab olacaq 11-də C variantı. Sonra gəlirik 12-yə. Direktor məktəb həyatının mane olmamaları üçün valideynlərin məktəbə giriş-çıxışını qadağan edir. Təbii ki, burada nə olacaq? Əgər məktəblə valideyn arasındadırsa, bu olacaq məktəb-valideyn əlaqələrinin təmizlənməsi A variantı olacaq. Sonra baxıram 13-cü tapşırığa. Təhsil alanlarda formalaşdırılan səriştələrdən biridir. Şagird texnologiya dərsində taxta oturacaqdan kitab rəfi düzəldir. Baxın, burada bir yaradıcılıq var. Yaradıcılıq varsa, demək ki, biz yaradıcılıq olan bir bəndi seçməliyik. Şagird karton, deməli, süd qabından quş üçün yem qutusu düzəldir. Burada da bir yaradıcılıq var. Ona görə cavab olacaq A variantı.
Şagird atasının ona günlük xərc verdiyi 5 manat pulun hamısını məktəbə gələrkən yolda ona vacib olmayan əşyaları bu maliyyə savadlılığıdır. Şagird sinif yoldaşı Asiya ilə arasında yaranmış problem həll etmədir bu. Baxın, problem varsa problem həll etmədir. Şagird informatika dərsində kompüterdən sərbəst istifadə etməkdə bu rəqəmsaldır. Sinifə yeni gələn şagird yoldaşları tərəfindən ləhcəsinə görə, artıq burada ləhcəsinə görə ələ salınırsa, bu mədəni müxtəlifliyə hörmətdir. Cavab olacaq A variantı. 14. Deyir, müəllim qrup işindən əvvəl şagirdlərə sizcə zooparkda hansı davranış qaydalarına əməl etmək lazımdır sualını verir. Qruplar müzakirə edərək uyğun davranış qaydalarını tərtib edirlər və hər bir davranış qaydasına uyğun işarələr düşünüb çəkirlər. Bu fəaliyyət şagirdlərdə hansı səriştələrin formalaşmasına və pedaqoji prosesin tələblərindən hansının riayət olunmasından reallaşmasına xidmət edir. Baxın, burada bir qrup işi var. Ona görə də olacaq burada deməli şəxsi və sosial məsuliyyətdir və daha doğrusu burada davranış qaydalarına əməl etməkdir. Davranış qaydalarına əməl etmək varsa, baxın burada davranış qaydalarına əməl etmək. Bu nədir? Şəxsi və sosial məsuliyyətdir. Bir növ elə bil ki, belə yadınızda saxlayın da. Şəxsi və sosial məsuliyyət odur ki, biz öz məsuliyyətimizi dərk etməliyik. Yəni davranış qaydalarıdır, nizam-intizam qaydalarıdır, qanundur, qaydalardır. Bax, bunlar varsa deməli şəxsi və sosial məsuliyyətdir. Təbii ki, buna da kim əməl eləyəcək? Bunu da kim hazırlayır? Şagird hazırlayır. Cavab olacaq B variantı, şagird yönümlü. 15. Müəllim şagirdə parta yoldaşı ilə sadə nitq etiketlərindən istifadə edərək keçirilən mövzuda dialoq canlandırma. Dialoq bildik ki, nədir? 2 nəfərin söhbətidir, düzdür? 2 nəfərin söhbətdə nə adlanır? Demək ki, burada əgər söhbət varsa, dialoq varsa, deməli ünsiyyət var. Bu da olacaq şagird yönümlülük. Çünki bunu da kim canlandıracaq? Şagirdlər canlandıracaq. Cavab olacaq D variantı. Daha sonra 16. Sual işarəsinin yerinə uyğun ifadəni müəyyənləşdirin. Kağız əskinazları qəpiklə ifadə edə bilir. Təbii ki, bu puldan söhbət gedirsə, buna nədir? Günlük xərclərdən, pullardan, kağız əskinazlardan, ləvazimatları sərgilə istifadə edirsə, bu təbii ki, olacaq maliyyə savadlılığı olacaq. Cavab olacaq C variantı. 17. Klassları tamamlayın. Ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələblərin birinə aiddir. Müəllim dərs zamanı dərsin gedişatına mane olan şagirdi təlim prosesindən kənar tutaraq, baxın, kənar tutaraq müzakirəni digər şagirdlərlə aparır. Demək ki, müəllim nə aparır? Müəllim burada nə edir? Müəllim burada deməli hər şagirdin, daha doğrusu təhsilin hər kəs üçün əlçatanlığını pozmuş olur. Demək ki, burada da olacaq, dərsə gecikən şagird sinifdə aparılan müzakirələrlə kənarda qalaraq təlimə cəlb olunmur. Deməli, hər kəs üçün əlçatan deyil, bərabər imkanları pozubdur. Cavab olacaq B variantı. 18. Təhsil alanlarda formalaşılan səriştələr, pedaqoji tələblər. Bilirik ki, səriştələr deyəndə burada maliyyə savadlılığı olacaq, mədəni müxtəlifliyə hörmət olacaq, pedaqoji prinsip deyəndə inkişaf yönümlülük və şagird yönümlülük olmuş olacaq. 1-ə C-dir, 2 isə A, B olmuş olacaq. Cavab olacaq B variantı. Sonra baxırıq bura 19-da. Deyir, müəllim uyğunluğu istəyir bizdən. Burada diqqətli olun. Doğrudan doğrunu, yanlışdan yanlışı seçmiş olacaq. Müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyi şagirdlərə tapşırır. Baxın, milli var burada. Milli geyim varsa, milli kimliyin dərki, milli iftixar hissi-dir. Bəli, bu doğrudur, doğru variantdır. Deməli, biri seçəcəyik. Deməli, müəllim sinifə yeni gəlmiş şagirdi nəzərə alaraq buzqıran strategiyasından istifadə edir. Bu da nə olacaq? Dəstəkləyici mühitin yaradılması olacaq. Pedaqoji prinsipin tələbi olaraq və əməkdaşlıq olacaq. Deməli, burada 2 səhvdir. Müstəqil öyrənmə deyil, yanlışdan yanlışı seçəcəyik. Müəllim şagirdlərə problemin həlli üçün orijinal yolla təklif edərək, artıq problem varsa burada, problemin həlli varsa burada, layihə hazırlamağı tapşırır. Baxın, problem sözü sizi çaşdırmasın. Həmişə belə situasiyalar düşəndə axıra qədər oxuyun. Çünki problem həll etməni görüb problem götürürlər çox adamlar. Yəni çox müəllim çox müdavim, yəni problem həll etməni görür, problem həll etmə səriştəsinə götürür variantda, yəni düzgün deyil. Baxın, burada bir nə var? Layihə hazırlamaq var. Layihə hazırlamaqda bir yaradıcılıq tələb edir. Aydındırmı? Layihə hazırlamaq bir yaradıcılıq tələb edir. Ona görə bu yaradıcılıqdır, şagird yönümlülükdür, doğrudur. Müəllim şagirdə esse yazarkən bir neçə mənbələrdən istifadə etməsini tapşırır.
əməkdaşlıqdır. Burada deyir ki, əməkdaşlıqdır. Xeyr, bu əməkdaşlıq deyil. Çünki esse yazarkən bir neçə mənbələrdən istifadə edirsə, bu müstəqil öyrənmədir. Ona görə 1-4 cavabımız olacaq A variantı. 20. Müəllim qrup işi zamanı qaydaları müəyyənləşdirir. Qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Demək ki, burada nə olacaq? Burada olacaq əməkdaşlıq, ünsiyyət və şagird yönümlülüyü olacaq. Bax, qrup işi varsa, bax, qrup işində belə deyim də müzakirələr aparır, qrup işi ilə bərabər şagirdlər əməkdaşlıq edir, ünsiyyət var burada, şagird yönümlülük var, şagirdin tələblərinə uyğun, 21-ci əsr bacarıqlarına, tələblərinə uyğun hərəkət edir müəllim. Əvvəl necə idi? Əvvəl müəllim ancaq ənənəvi üsulda tək, yəni fərdi olaraq dərs keçirdi. Yəni hər bir şagirdin, yəni qrupdan, cütlərdən istifadə etmirdi. Amma müasir dövrdə necədir? Qruplarla iş var, iş üsulları var, müxtəlif strategiyalar var. Bunlardan əgər biz istifadə ediriksə, demək ki, nə edirik? Biz şagird yönümlülük prinsipini yerinə yetirmiş oluruq. Və qrupla iş varsa, kollektiv iş varsa, demək ki, bu əməkdaşlıq və ünsiyyətdir. 21. Müəllim hər bir şəxsin azadlığı hər bir şəxsin azadlığı digərinin azadlığı ilə məhdudlaşır fikrini müzakirə edir və şagirdlərə qərarında fəaliyyətlərində qarşılarındakı insanı da nəzərə almalı olduqlarını bildirir. Deməli, bu nədir? Hər bir şəxsin azadlığı digərinin azadlığı ilə məhdudlaşır fikrini müzakirə edir. Artıq burada nə var? Müəllim burada hüquqdan, haqqdan danışır. Demək ki, burada belə deyim, təfəkkür istəyir. Təfəkkürün növlərini istəyir. O zaman olacaq, deməli, tənqidi təfəkkür olacaq. Çünki müzakirə var burada. Burada bir müzakirə varsa, öz şəxsinin fikrini ifadə etmək varsa, burada tənqidi təfəkkür olacaq. Bilirsiniz ki, debatlardır, müzakirələrdir. Bunlar tənqidi təfəkkür olur. Deməli, hər bir şəxsin azadlığı digərindən, bax, burada bir haqqdan, hüquqdan danışır. Deməli, bu insan hüquqlarına hörmətdir və biz əgər haqqdan, hüquqdan danışırıqsa, şagirdi bu haqda məlumatlandırırıqsa və yaxud da hər hansı bir şagird bu haqda fikrini yürüdürsə, demək ki, şagird bir şəxsiyyət kimi formalaşıbdır. Cavab olacaq E variantı. Və şəxsiyyət yönümlülüyü olacaq pedaqoji prinsipin tələbi kimi. 22. Uyğunluğu müəyyən edin. Şagirdlərin emosional fəaliyyəti izlənilir və dəyərləndirilir. Bu nə olacaq? Emosional fəaliyyəti izlənib dəyərləndirilirsə, bu olacaq, deməli, inkişaf yönümlülük. Məqsədlərini öyrədici, tərbiyə edici, təhsil məqsədləri öyrədici, tərbiyəci, inkişaf etdiricisə tamlıq olacaq. Şagirdin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələri. Baxın, burada bircə dəqiqə, burada səhv qeyd etdim mən. Çünki şagirdin təhsil nailiyyətlərindən, təhlilindən alınan nəticələr əsasında inkişaf yönəlik tədbirlərin həyata keçirilməsi nailiyyətlərdən əldə edilən nəticənin təhlilidirsə, bu olacaq inkişaf yönümlülük. Təhsil məqsədlərini öyrədici, tərbiyə edici, bu olacaq, bəli, pedaqoji prosesin tamlığı olacaq. Şagirdlərin emosional fəaliyyəti izlənilir və dəyərləndirilir. Bu da olacaq dəstəkləyici mühitin yaradılması. Məsəl üçün, deyə bilərik ki, müəllim, deyə bilərsiniz ki, axı biz fəaliyyətin izlənilməsinə, biz axı fəaliyyətin stimullaşdırılması deyildik axı. Bilirsiniz, fəaliyyətin stimullaşdırılmasında da rəy vermək var. Dəstəkləyici mühitdə də rəy vermək var. Yəni, dəyərləndirmək nə deməkdir? Rəy verməkdir, fikir bildirməkdir. Bəli, dəstəkləyici mühitdə də bu var. Sadəcə, emosional deyirsə, biz dəstəkləyici mühit götürəcəyik. Çünki uşağa rəy verəndə biz onun idraki fəaliyyətinə rəy vermiş olmuruq. Biz onun emosional, yəni psixi vəziyyətinə. Məsələn, deyək ki, şagird səhv cavab veribdir və yaxud da səhv yazıbdır. Şagird səhvləri çox çıxdığı üçün ağlayır. Deyək ki, ağlayır, pis olubdur şagirdə. Biz ona emosional fəaliyyətini dəstəkləmək üçün bir rəy verməliyik. Əgər biz ona emosional baxımdan, psixi baxımından biz ona rəy veririksə, deməli o dəstəkləyici mühitdir. Yox, əgər idraki fəaliyyətini izləyib biz onu stimullaşdırırıqsa, rəy veririksə anında, bu olacaq fəaliyyətin stimullaşdırılması. Demək ki, 1-ə olacaq B variantı, 2 olacaq A, 3 olacaq C. 1A, deməli 2, daha doğrusu 1B, 2A, 3 də C variantı cavab olacaq. 22-də C variantı. 23.
Sual işarəsinin yerinə uyğun gələni müəyyənləşdirin. Müəllim əvvəlcə mətni oxuyur, daha sonra şagirdlərin mətndəki situasiya ilə bağlı yanaşmanın bildirmələrini istəyir. Müəllim şagirdləri təhlil etmək bacarığını formalaşdırmaq üçün mətn seçir. Mətn seçərkən diqqət yetirir ki, şagirdlər məzmunu maraqla qarşılasınlar. Deməli, müəllim nə edir burada? Demək ki, müəllim burada şagird yönümlülüyü nəzərə alır. Baxın, şagirdlərin marağına uyğun hərəkət edir. Şagirdlərin marağına, potensialına uyğun şagirdləri nəzərə alır. Şagirdlərin seçimlərini, maraqlarını nəzərə alır şagirdlər. Deməli, bu şagird yönümlüdür. Və burada deməli, əgər hər hansısa bir rəy bildiririksə, dəyərləndiririksə, müzakirə ediriksə və ona hər hansısa bir situasiya baxımından yanaşırıqsa, dəyərləndiririksə, bu zaman olacaq hər hansısa bir fikir bildirmək, fikir yürütmək olacaq tənqidi təfəkkür, cavab olacaq E variantı. 24. Şagird summativ qiymətləndirmədən istədiyi nəticəni toplamır və məyus olur. Bunu hiss edən müəllim şagirdin müsbət tərəflərini vurğulayır, zəif tərəflərini aradan qaldırmaq üçün istiqamət verir. Baxın, istiqamət verir. İstiqamət vermək nə idi? Biz demişdik ki, istiqamət vermək, rəy vermək, istiqamət vermək. Deməli olacaq fəaliyyətin stimullaşdırılması, şagird yönümlülük. Yəni istiqamət varsa, rəy vermək, istiqamət vermək sözünü görürsünüzsə, belə deyim də, bu olacaq, aradan qaldırır, artıq zəif tərəflərini vurğulayıb aradan qaldırır. Deməli, fəaliyyətin stimullaşdırılması da şagird yönümlülük prinsipidir. 25. Müəllim şagirdlərə insanların adət-ənənələrin fərqliliyini anlayışla qarşılamağı aşılayır. Demək ki, bu nə edir? Müəllim burada şagirddən mədəni müxtəlifliyə hörməti aşılayır. Bu səriştəni formalaşdırır uşaqda. Çünki biz bu mədəni müxtəlifliyə hörməti şagirdə aşılamaqla müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə tolerantlıq hissini yaratmış oluruq. Tolerantlıq nə deməkdir? Dözümlülük deməkdir. Bu da mədəni müxtəlifliyə hörmətdir. Yəni məsələn, sinifə başqa bir ölkədən bir uşaq gəlibdir, şagird gəlibdir. Biz onu nəzərə alırıq. Yəni fərq qoymuruq, ona hörmət edirik, onun dilinə, ləhcəsinə. Ola bilər ki, məsəl üçün də başqa bir rayondan, hər rayonun özünün fərqli ləhcəsi var. Uşaq fərqli ləhcə ilə danışır. Biz ona ələ salmamağı, digər şagirdlərə onu ələ salmamağı öyrətməliyik. Ona hörmətlə yanaşmağını öyrətməliyik. Bu da mədəni müxtəlifliyə hörmətdir. 26. Müəllim dərs mövzusunun şagirdlər tərəfindən maraqla qarşılanması üçün, bax, müəllim nə edir? Şagirdin marağını nəzərə alır, şagird üçün çalışır. Dərsə yanğın söndürən dəvət etmişdir. Yanğın söndürən yanğını yaradan səbəblərdən və onlardan qorunmağın yollarından danışdıqdan sonra şagirdlərlə birgə yanğın situasiyasını canlandıraraq emosional sabitlik nümayiş etdirməklə problem həll etməyi öyrədir. Demək ki, burada nə var? Burada 26-cı test tapşırığında, baxın, burada bir problem həll etmə var, düzdür? Problem həll etməyi öyrədir. Deməli, burada səriştə olaraq problem həll etməni götürəcəyik. Şagirdin marağına uyğun təşkil olunub deyə, bax, dərsi mövzunun şagirdlər tərəfindən maraqla qarşılanması üçün artıq şagirdin marağını biz nəzərə alırıq. Demək ki, bu nə olacaq? Şagird yönümlülük prinsipi olacaq və burada problem həll etmə olduğu üçün də səriştəni problem həll etmə kimi götürəcəyik. Cavab olacaq C variantı. 27. Müəllim şagirdlərə Bakı şəhərində yerləşən İçəri şəhəri və digər tarixi abidələrimiz haqqında etibarlı mənbələrdən mümkün qədər çox məlumat toplamağı və müxtəlif formalarda təqdim etməyi tapşırır. Bu fəaliyyət şagirdlərdə hansı səriştənin formalaşmasına və potensial pedaqoji prosesin tələblərinin hansının reallaşmasına xidmət edir. Baxaq, burada müəllim nə edir? Burada müəllim müstəqil olaraq şagirdlərin məlumat toplamağını şərait yaradır. Mən də demişdim ki, əgər şagird müstəqil nə isə araşdırırsa, müstəqil nə isə toplayırsa, demək ki, bu şagird yönümlülükdür. Əgər şagird məlumat toplamaqdır, araşdırmaqdır, sonra deyək ki, bir araşdırma varsa, bu olacaq informasiya savadlılığı. Cavab olacaq D variantı. Araşdırma, məlumat toplamaq, bunlar varsa, deməli, informasiya savadlılığıdır. Dost insana lazımdırmı mövzusunda müəllim debat təşkil edir. Baxın, debat varsa nə olacaq? Demişdim ki, debat varsa, deməli, təfəkkür olaraq tənqidi təfəkkür olacaq. Çünki müzakirələrdir, debatlardır, dəlillərdir, sübutlardır, fikrimizi ifadə etməkdir. Bunlar tənqidi təfəkkür olacaq. Tənqidi təfəkkür. Burada isə deyir ki, hansı səriştəni formalaşdırır?
tənqidi təfəkkürü götürəcəyik və bir də deməli şagird yönümlülüyü götürmüş olacaq. Çünki bunu şagirdlər təşkil edəcək. 29. Xalqın qəhrəmanı mətnini keçən müəllim Təbriz Xəlibəyli haqqında videoçarx nümayiş etdirir və sonda belə bir qənaətə gəlinir ki, xalq vətən uğrunda canından keçmiş şəhidlərini, qəhrəmanlarını unutmur. Onları həmişə xatirələrində yaşadır. Bu fəaliyyət pedaqoji prosesin tələblərinin hansının reallaşmasına xidmət edir. Baxın, burada artıq biz belə deyim də xalqdan söhbət gedir, xalqın milli mənəvi dəyərlərindən söhbət gedir, qəhrəmandan söhbət gedir, qəhrəmanlardan, şəhidlərimizdən, qazilərimizdən söhbət gedirsə, artıq biz şagirddə nəyi formalaşdırırıq? Şagirdin şəxsiyyət kimi yetişməsini formalaşdırırıq. O zaman şəxsiyyət yönümlülük olmuş olur. 30. Cütlərlə iş zamanı şagirdlər tapşırıqda verilən sualları müzakirə edir. Və deməli növbə ilə fikir yürüdürlər. Müəllim onları dinlədikcə spesifik və idraki fəaliyyətlərinə uyğun rəy bildirir. Bu zaman müəllim hansı deməli səriştəni formalaşdırmış olacaq və eyni zamanda pedaqoji prosesin tələbləri prinsipində tapmış olacaq. Demək ki, burada cütlərlə iş zamanıdırsa, mən demişəm ki, cütlərlə işdir, kollektivlə işdir, qrupla işdir. Bu nə olacaq? Ünsiyyət olacaq. Düzdür? Şagirdlərdə biz ünsiyyəti inkişaf etdirmiş oluruq. Və burada rəy bildirir, fikir bildirir, istiqamət verir. Bu nə olacaq? Fəaliyyətin stimullaşdırılması. Cavab olacaq C variantı. 31. Layihə zamanı işlər şagirdin planlaşdırdığı kimi getmir. Gözlənilmədən maneələrlə qarşılaşan şagird vaxt itirmədən digər mümkün yollardan istifadə edərək maneələri aradan qaldırır. Demək ki, burada maneə nədir? Maneə varsa, maneə problem deməkdir da, düzdürmü? Maneə problem deməkdir. Deməli, şagird nə edə bilir? Problem həll etməyə aid səriştəsi inkişaf edir. Yəni, şagirddə problem həll etmə səriştəsi mövcuddur. Bu zaman şagird sərbəst olaraq, müstəqil olaraq problem həll edə bilir. Harda maneə, problem sözünü gördüksə, bilin ki, bu problem həll etmədir. 12. Müəllim şagirdlərə məktəbdə davranış qaydalarının pozulmasına aid səhnəcik hazırlamasını tapşırır. Baxın, burada davranış qaydalarına uyğun olaraq şagirdlər bir səhnəcik hazırlayacaq. Demək ki, burada nə var? Mən demişəm ki, davranış qaydalarıdır, qayda qanundur, nizam intizamdır, riayət olunmaqdır, pozulmasıdır. Bax, belə bir şey gördünsə, burada nə var? Şəxsi sosial məsuliyyət var. Və bunu da əgər davranış qaydalarını bilən şagird, qayda qanunlarını, haqlarını, hüquqlarını bilən şagird necə bir şagirddir? Şəxsiyyət yönümlü bir şagirddir. Yəni, şəxsiyyət kimi formalaşır artıq bu. Demək ki, 32-də olacaq cavab B variantı. Sonra baxıram 33-ə. Fəaliyyətlə bağlı səriştələrə aiddir. Kollektivlə işləməyə bacarır. Demək ki, bu kollektivlə işləməyə bacarırsa, bu əməkdaşlıqdır. Müəllim şagirdlər arasında səmərəli, deməli, ünsiyyət formalaşdırmaq üçün, baxın, kollektivlə iş olarsa ünsiyyətdə götürə bilərsiniz, əməkdaşlığı da götürə bilərsiniz. Bax, burada da ünsiyyət formalaşdırmaq üçün onları sinifdən kənar fəaliyyətə deməli, cəlb edir. Bəli, bu deməli, müəllim nə edir burada? Ünsiyyət və əməkdaşlıq səriştəsini formalaşdırır. Olur. Müəllim dərsdə şagirdlər arasında yaranmış problemi həll etmək üçün time-out götürməyə tapşırır. Belə bir şey, yəni burada ünsiyyətdir, əməkdaşlıqdır, belə bir şey yoxdur burada. Müəllim şagirdlərə dünyada avtomobil olmasaydı necə olardı mövzusunda essay yazmağı tapşırır. Bu da əməkdaşlığa aid bir şey deyil. Müəllim şagirdlərə ədəbiyyatımızda Azərbaycançılıq ideologiyasına dair araşdırmalar edib təqdimat hazırlamağı tapşırır. Bu müstəqil öyrənməyə aiddir. Müəllim şagirdlərdə uşaq evinə aparır şagirdləri. Burada məqsəd şagirdlərin ənənələrə sahib olduqlarını dərk etməsidir. Bu şəxsiyyət yönümlülükdür. Yəni bir növ elə bil ki, artıq sosial məsuliyyətin dərkidir. 34. Müəllim müharibələrin baş vermə səbəbləri haqqında müzakirə təşkil edir. Şagirdlərə günümüzdə baş verən müharibələrə qarşı tənqidçilərin fikirlərini araşdırıb və problemin necə həll oluna biləcəyi haqqda öz təkliflərini hazırlamaları tapşırır. Artıq bu uşaq nə edəcək? Artıq bu uşaqda deməli, baxın, baş vermə səbəbləri haqqında müzakirə təşkil edir. Şagirdlər baş vermələrinə qarşı belə deyim də, fikir aparacaq, fikir yürüdəcək və necə həll oluna bilər? Artıq bir şeyi biz həll etmək haqqında düşünürüksə, demək ki, burada nə var? Problem həll etmə var. Problem həll etmə olduğu halda da deməli, şagirddə hansıdır? Problem həll etmə və şagird yönümlülük prinsipi olacaq. 35. Uyğunluğu müəyyən edin. Təlim prosesində heç bir şagirdin kənarda qalmaması ilə bağlı tədbir görülür.
Təbii ki, bu olacaq təhsildə imkanların hamı üçün əlçatan olması, yəni kənarda qalmamaqdır. Kənarda qalmaq varsa, biz bunu əvvəllər təhsildə bərabər imkanlar götürürdük. Yəni şərtdə, verilən variantda bərabər imkanlar varsa onu götürəcəksiniz, yoxsa inklüzivliyi götürəcəksiniz. 1-ə gedəcək C variantı. Şagirdlər üçün təhsil prosesinin səmərəliliyi, baxın səmərəlilik demişəmsə, deməli burada nə var? Fəaliyyətin stimullaşdırılması var. 2-yə gedəcək A variantı. Təhsil alınan tələbatlarının ödənilməsi şagird yönümlülükdür bu da. 1-ə gedəcək A, 2-yə gedəcək 1-ə gedəcək C, 2-yə gedəcək A, 3-ə də gedəcək B variantı. Cavab olacaq A variantı. Sonra 36. Müəllim şagirdlərə cüzləri ayıraraq xəsis və ya qənaətçil anlayışları bir-birindən fərqləndirməyi, uyğunsuzları müəyyən edib təqdimat hazırlamağı tapşırır. Demək ki, burada şagirddə tənqidi təfəkkür formalaşacaq. Baxın, deməli, uyğunsuzları müəyyənləşdirir, bir-birindən fərqləndirir, analiz eləyir. Artıq şagirddə bir növ tənqidi təfəkkür formalaşdırmış oluruq. Bunu da edənlər kimdir? Şagirdlərdir. Deməli, bu şagird yönümlüdür. Burada tənqidi təfəkkürlə bağlı olanda, əgər bir müzakirə varsa, debat varsa, nəsə bir şeyi analiz edib bir-birindən fərqləndirirsinizsə, bu olacaq tənqidi təfəkkür. 37. Məktəbdə hər gün dərsdən əvvəl Azərbaycan Respublikasının himni səsləndirilir, daha sonra dərs başlanılır. Burada Azərbaycanın rəmizləri haqqında, atributları haqqında, Azərbaycançılıq haqqında varsa, demişdim bu nədir? Milli kimliyin dərkidir. Deməli, milli kimliyin dərki və milli iftixar hissi olacaq və burada təbii ki, tənqidi təfəkkürdən söhbət gedə bilməz. Bir dəqiqə, burada tənqidi təfəkkürdən söhbət gedə bilməz. Çünki burada heç bir fikir yürütməkdir, müzakirə etməkdir, debat təşkil etməkdir, nə isə analiz etməkdir, belə bir şey yoxdur. Burada olacaq fəal vətəndaş mövqeyi olacaq. Bir şəxsiyyət kimi formalaşırıq, bir vətəndaş kimi formalaşır və şəxsiyyət yönümlü olacaq. Çünki milli iftixar hissi, milli kimliyin dərki şagirdi şəxsiyyət kimi, yəni bu səriştə olan milli kimliyin, milli iftixar hissi səriştəsi olan şagird bir şəxsiyyət kimi böyüyür. Ona görə biz şəxsiyyət yönümlülük götürürük, cavab olacaq E variantı. 38. Uyğunluğu müəyyən edin. Müəllim monitorinqin nəticələrini nəzərə almır və planlaşmasına müvafiq dəyişikliklər etmədən gündəlik dərs keçir. Müəllim dərs zamanı müalicəvi dərman bitkilərinin xüsusiyyətlərini şagirdlərə öyrədir, lakin onlara bu bitkilərin qorumağın nə qədər əhəmiyyətli olduğundan danışmır. Bu zaman biz burada nə görürük? Biz burada müəllim birini eləyib, birini eləməyibdir. Yəni öyrədibdir, amma əhəmiyyətli olduğunu demir. Demək ki, burada nə var? Pedaqoji prosesinin tamlığı var. Müəllim sinifdəki şagirdlərə çətinlik dərəcəsi aşağı olan bir neçə tapşırıq verib həll etmələrini tapşırır. Təbii ki, sinifdə şagirdlərin çətinlik dərəcəsi aşağı olarsa və biz də buna kömək ediriksə, onda olacaq təhsildə bərabər imkanlar, yəni hamı üçün bərabər şərait yaradırıq da biz onlara. Və birdə isə müəllim monitorinqin nəticələrini nəzərə almır, planlaşdırmasına müvafiq dəyişikliklər etmədən gündəlik dərs keçir. O dərs sizcə, belə deyim də, effektiv olar o dərs. O dərs şagirdi inkişaf elətdirər? Xeyr. Əgər biz təlim nəticəsini düzgün qurmamışıqsa, dərsin məqsədini şagirdə çatdırmamışıqsa, əgər biz dərsi planlaşdırarkən nəticələri nəzərə almırıqsa, planlaşdırmaya dəyişikliklər etmiriksə, orada o dərs effektiv olmayacaq. Yəni şagirddə inkişaf olmayacaq. Yəni şagirdi inkişaf elətdirməyəcək o dərs. Yəni burada biz inkişaf yönümlülük tələbini pozmuş olacaq. Cavab olacaq 1-də B, 2-yə A, 3-ə də C variantı. Deməli 38-də nə olacaq? Deməli 1-ə B, 2-yə C, 3-ə A variantı.